Salam aleykum. Ramazanın ilk 5 gününü geride qoyuruq. Bugün çox mühüm bir dayaq nöqtəsindən danışacağıq. Namaz. Oruç tutarkən bədənimiz müəyyən bir intizama girir. Bəs ruhumuz? Ruhun intizamı və huzuru namazdadır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm namaz vaxtı gələndə "Ey Bilal, bizi rahatlat, azan oxu" buyurardı. Gəlin görək, namaz bizi necə rahatladır. Günün ayəsi. Namazın qoruyucu gücü. Ayə. Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir. Allahı zikr etmək isə şübhəsiz ki, ən böyükdür. Ənkəbut surəsi 45. Açıqlama. Bu ayə bizə namazın sadəcə bir hərəkət deyil, bir qalxan olduğunu öyrədir. Əgər qıldığımız namaz bizi pis sözdən, qeybətdən və ya haqsızlıqdan uzaqlaşdırmırsa, deməli namazımızda bir əskiklik var. Ramazanda qılınan namazlar, xüsusilə də təravih namazları bizə səbr və intizam öyrədir. Namaz qılan insan Allahın huzurunda durduğunu dərk edir və bu dərk etmə onu gündəlik həyatda səhvlərdən qoruyur. Günün hədisi. Dinin dirəyi. Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Namaz dinin dirəyidir. Tirmizi. Açıqlama. Bir bina dirəksiz dayana bilmədiyi kimi, müsəlmanın mənəvi həyatı da namazsız dayana bilməz. Oruç tuturuq, zəkat veririk, xeyirxahlıq edirik. Bunların hamısı bir binanın divarlarıdırsa, namaz o binanı ayaqda tutan əsas sütundur. Namazı vaxtında qılmaq, Allahla olan bağımızı hər gün 5 dəfə yeniləmək deməkdir. Ramazanın bərəkəti ilə bu ay namazlarımızı daha xuşu ilə, daha səmimi qılmağa çalışaq. Günün duası. Gəlin birlikdə dua edək. Allahım, bizi və nəslimizi namazı dürüst qılanlardan eylə. Qəlbimizi namazla huzura qovuşdur. Namazlarımızı sənin rizana uyğun, səmimi və qəbul olunmuş ibadətlərdən eylə. Bizi namazın nurundan və sədəqəsindən məhrum qoyma. Amin. Əziz dostlar, namaz qılarkən diqqətinizi cəmlətmək üçün hansı üsullardan istifadə edirsiniz? Və ya bu Ramazanda namaz vərdişinizdə nələri dəyişmək istəyirsiniz? Şərhlərdə paylaşın. Bəlkə sizin yazdığınız bir fikir başqasına ilham olar. Sabah 6-cı gündə mərhəmət mövzusunda görüşənədək. Allaha əmanət olun.